vaxtınız xeyir olsun. Salamlayıram videonu izləyəcək hər kəsi və dəyərli müəllimləri. Bu gün Azərbaycan dili və ədəbiyyat fənni üzrə MİQ çərçivə sənədinə salınan yeni mövzulara baxırıq. Yeniliklər 6-cı sinif dərsliklərində dəyişikliyə görə tətbiq edildiyi üçün bu mövzuları öyrənməyə ən etibarlı mənbə də elə 6-cı sinif dərsliklərdir. Bildiyimiz kimi, əgər yeni mövzu əlavə olunubsa, demək əlavə olunan hər mövzudan mütləq bir ədəd sual salınacaq. Onun üçün bu suallara xüsusi diqqət yetirməliyik. Həmçinin çərçivə sənədini RT-AZ saytından müəllimlərin işə qəbulu bölməsini seçərək açılan səhifədən əldə edə bilərsiniz. Çünki bir çox müdavimlər bundan məlumatsızdır və çərçivə sənədini hardan əldə edəcəyini bilmir. Buradan da ümumi qeyd etdim. Hər il çərçivə sənədi imtahana az qalmış çıxarıldığına görə bu il 2025 qeyd olunan 2 sənəd var. Burada yeni hazırlaşacaq olanlar çox diqqətli olun ki, xüsusən də özü hazırlaşacaq olanlar səhvən ötən ilki çərçivə sənədini yükləyib ona əsasən hazırlaşar və bu səbəbdən də yenə qeyd edirəm ki, çox diqqətli olun. Keçək mövzulara.